Sosial şəbəkələrdə mövcud təhlükələrdən özümüzü necə qoruyaq mövzunu studiyamızın qonağı ilə birlikdə müzakirə edəcəyik. Studiyamızın qonağı isə kiber təhlükəsizlik üzrə ekspert Fərid Musayevdir. Xoş gördük sizi Fərid müəllim. Biz bildiririk ki, sosial şəbəkələr artıq təhlükə mənbəyində çevrilib. Amma gəlin daha dərindən baxaq məsələyə. Problem sosial şəbəkələrdədir, yoxsa istifadəçilərdə? Əksər hallarda təbii ki, istifadəçilərdədir və bilavasitə istifadəçilərin məlumatların olmaması və yaxud ki, vaxtaşırı özlərində işləməməsinin nəticəsidir ki, bu problem qabarıq formatda günbəgün qabağımıza çıxır. Kimsə kiber dələduzun qurbanı olubsa, bəlli məbləğdə pul itiribsə, çox maraqlıdır ki, hətta biz dəfələrlə onu çəkmək belə istəmişik ki, sənin etirafın digər insanları xilas etmiş olacaq. Amma utandıqlarından, məsələn, nə bunu bildirmirlər, nə paylaşmırlar, nə də ki, simalarını göstərmək istəmirlər. Bu artıq bir psixoloji problemə çevrilir, düzün desəm, və əslində qalanda burada bir eyib, bir faktoru yoxdur. Bir məsələni də nəzərə almalıyıq ki, burada cəmiyyət olaraq bir-birimizə yararlı olmalıyıq və bir-birimizi məlumatlandırmalıyıq hər hansı bir təhlükə ilə bağlı. Bu da bu faktorlardan biridir. Yəni ki, əgər biz özümüz hər hansı bir dələduzluğun sxematik olaraq qurban olmuşuqsa, nəyə görə də ətrafımızda olan insan, bizə bağlı olan insan və yaxud da ki, olduğumuz cəmiyyətləri məlumatlandırmaq da bir özümüzə borc bilməliyik ki, bizim, mənim şəxs olaraq başıma belə bir iş gəlib, siz də belə şeylər yəni ki, gözləyə bilər. Ona görə məlumatlı olun ki, başınıza bu cür problemlər gəlməsin. Biz deyirik ki, sosial şəbəkələrin istifadəçi sayı artdıqca kiber dələduzluq halları həm artır, həm də müxtəlifləşir. İndi bizim maraqlı bir araşdırmamız var. Bugün üçün belə deyək də, dırnaq arası ən təhlükəli sosial şəbəkə hansıdır? Yəni, hansı şəbəkədə istifadəçilər daha çox dələduzluq halları ilə qarşılaşırlar? Gəlin birlikdə süjetimizi izləyək, sonra yenidən müzakirəmizi davam etdirərik. Bir mesaj 1000 manat, TikTok tələsi. Son bir ildə Azərbaycanda onlayn dələduzluq halları kəskin artıb. Ən çox istifadə olunan platformalardan biri isə TikTokdur. Skem sadədir. Kiçik məbləğ yatır, böyük qazanc əldə et. Dələduzlar saxta bank köçürmə şəkilləri və montaj edilmiş ekran fotolarından, skrinşotlardan istifadə edirlər. Şərhlərdə isə inanmadım amma qazandım tipli saxta rəylər yerləşdirilir. Bu şərhlərin əksəriyyəti ya saxta profillərdir, ya da bot hesablardır. Kredit məqsədi ilə sosial şəbəkədən araşdırdı. Biz TikTok şəbəkəsindən kredit verən bir şəxslə danışdı. Danışandan sonra kredit verən şəxs bizim qohum xanıma dedi ki, yəni sizə kod gələcək, o şifrə kodu bizə deyin ki, sizin olan bütün məlumatlarınızı yoxlayaq. Bu kod verəndən sonra deməli həmin şəxs kiber dələduz həmin xanımın WhatsApp nömrəsinə daxil olaraq bütün yazışmaları oxuyub kim necə danışıbsa, həmin kiber dələduz biri mənim qardaşıma yazıb ki, Yezinə, bəs mənə təcili pul lazımdır, yəni qızıl zinət əşyası götürürəm, mənə 200 manat ata bilərsən. Qardaşım da işdə olduğu üçün, yəni heç nə bir demədən 200 manat atıb ona. Bu tip hücumları reallaşdırmaq üçün müəyyən bir vədlər verilir. Misal olaraq, yüksək bir məbləğ qazanmaq üçün az bir məbləğ investisiya qoy və bu pulu geri götür. Əslində, nəzərə alsaq və nümunələrdən görərik ki, bu tip hücumların reallaşması mümkündür. Hansı ki, müəyyən az məbləğ vətəndaşların hesablarına köçürülür və artıq bu baxımdan da etibar qazanılır. Güvən qazanıldıqdan sonra isə digər daha böyük məbləğlərə keçid verilir. Hansı ki, artıq bu demək olar ki, kiber dələduzların böyük bir tələsidir və siz orada yüksək məbləği köçürdükdən sonra həmin hesabların bloklanmasını və həmin hesabların yoxa çıxmasını görə bilərsiniz. Bu tip hesabların çoxu 2-3 ay aktiv olur, sonra yoxa çıxır. Rəsmi hesab yazılması heç bir hüquqi zəmanət demək deyil. Əsl investisiya şirkətləri sosial şəbəkədə mesaj qutusu vasitəsilə pul toplamaz. Kredit adı ilə də vətəndaşların kart məlumatları ələ keçirilir. Saxta kommentariyalardan istifadə olunur. Bir video paylaşır, həmin bu kiber cinayətkar qrup fərqli saxta fake profillərdən istifadə edilir. Kommentariyalar yazır, bəli, mən bugün bu uduşu qazandım, bugün mən çoxlu məbləğ qazandım, az yatırım etdim, yüksək məbləğ qazandım.
bu tip saxta fake profillərdən kommentariyalar yazılır. Buna diqqət etmək lazımdır və bu tip profilləri araşdırdıqda görürük ki, və bu tip profillər yeni açılıb, hansı ki heç bir paylaşımı yoxdur. Əsasən ancaq fake kommentariyalar, saxta investisiya reklamlarına kommentariya yazaraq insanları bu tip maliyyə saxtakarlığına cəlb edirlər. Unutmayın, 30 dəqiqəyə böyük qazanc vədi verən səhifələr çox vaxt sizin 30 saniyədə aldanmağınızı gözləyir. Sosial şəbəkədə investisiya təklifi görürsünüzsə, əvvəl yoxlayın, araşdırın, rəsmi qurumlara müraciət edin. Süjetimizi izlədik, özümüz üçün müəyyən bir nəticəni çıxardıq. Amma mən təklif edərdim ki, gəlin son dövrlər şəbəkələrdə ən çox yayılan, dırnaqarası populyar olan dələduzluq trendlərini real olaraq monitorumuzda göstərək və təhlilinə aparaq. Bəzilərinə baxsaq yaxşı olar. Bəli, bəli. Buyurun, keçək monitorun qarşısına. Və bizim ilk fotomuz əsas trendlərdən biri saxta kripto sövdələşmə. Bugün bir çoxları məhz bu istiqamətdə aldanılır. Ümumiyyətlə aldanmamaq üçün burada nəyə fikir vermək lazımdır? Həm də yazılır ki, yerlər məhduddur. Baxın, bu psixoloji manipulyasiyadır. Birbaşa elə əsas da psixoloji belə deyək də təsir altına düşür vətəndaşlarımız. Müəyyən bir vaxt ayırıb bir yoxlayım ki, bu platforma, bu hara kimi realdırmı, mövcuddurmu? Nə vaxt qeydiyyatdan keçib, əgər hansı bir ciddi şirkət, hansı ki yatırım elan eləyir və yaxud da ki qazanc platforması kimi özünü qələmə verir, bunların müəyyən bir ünvanı olmalıdır, müəyyən bir yerləşməsi olmalıdır, müştəri bazası olmalıdır. Yəni ki, biz istənilən bugünkü gündə hansı bir şirkətin, hansı bir qurumun saytına daxil olduğu halda saytda bunlar haqqında məlumat var. Neçənci ildə yaranıb, hansı böyük layihələrə imza atıb və s. Evdən işləyin, gündəlik əmək haqqı 30 manatdan 300 manata qədər. Mən gəlin belə deyək. Dünya təcrübəsinə biz baxsaq, əslində dünyada belə bir təcrübə var. Distant fəaliyyət. Yəni evdəsən, işin ciddi bir iş yerin yoxdur, amma sən distant bizimlə çalışaraq müəyyən bir qazanc əldə edə bilərsən. Necə bilək ki, həqiqətən saxtadır və həqiqətən də real bir təklifdir? Bəlkə doğrudan da real təklifdir. Biz bunu necə öyrənə bilərik? Aydın məsələ ki, bu reklam xarakterlidirsə, bu digər insanlarda da mütləq şəkildə bu cür reklam çıxır sosial şəbəkələrdə. Və yaxud da ki, internetdə bir axtarış eləmək ki, filan şirkət, A adında bir şirkət bu cür iş təklif eləyir. Bundan yararlanan varmı, işləyən varmı, qazanc əldə edən varmı və s. Bir bundan başlamaq lazımdır ki, necə olur, yəni ki, təcrübə tələb olunmur. Bu məbləği nəyə görə, yəni ki, evdən otura-otura hansı bir işi görmək müqabilində sənə hər hansı bir şirkət verə bilər. Və növbəti bizim mövzumuz depozitlər. Bəli. Depozitlərlə bağlı da böyük problem yaşanır. Yəni saxta depozitlər. Bununla bağlı istərdim siz də fikrinizi söyləyəsiniz. Hər bir biznesin, hər bir yatırımın müəyyən bir qazanc gətirmə sxemi var. Yəni ki, əgər burada müəyyən bir 100, 200, 300%lıq belə deyək də sizə gəlir söz verilən bir platforma yaranıbsa, bu mütləq şəkildə bir şübhə doğrultmalıdır ki, yəni ki, belə şeylər qeyri-mümkündür. Əgər bu cür reklam xarakterli sizin qabağınıza bir post çıxırsa, buradan elə bütün əhaliyə və yaxud da ki, istifadəçilərə demək istəyirəm ki, ilk olaraq bir riskləri nəzərə almaq lazımdır. Əgər bir reklam xarakterli şirkət, hansı ki, dünən yaranır və yaxud da ki, hansısa böyük şirkətin adından istifadə edirsə, heç bir riskləri vətəndaşlara həmin post çərçivəsində və yaxud da ki, növbəti səhifədə göstərmirsə, bundan yəni keçmək, təbii ki, bundan yəni keçmək lazımdır mütləq şəkildə. Təşəkkür edirəm. Çox sağ olun.